Salam əziz izləyicilər, 6-cı sinif riyaziyyat 2-ci hissə, səhifə 57, 58, 59, 60, 61, 62 və 63-də olan çalışma əllərinə baxacaq. Və bu səhifələrdə olan mövzu izahlarını kanalımda kurslar bölməsində yerləşdirmişəm, oradan izləyib öyrənə bilərsiniz. Birinci tapşırıq deyir, şəkildə konqruent üçbucaqlar verilib, konqruent tərəfləri və konqruent bucaqları yazın. Nümunə verib, nümunəyə əsasən həll olunub və biz də buna uyğun olaraq həll edəcəyik. Çalışmalar digər səhifədədir. Başlayaq. Birinci tapşırığın A bəndi. Üçbucaq DEF konqruent üçbucaq LCP-yə. DF konqruent olacaq. DF-in uzunluğu 3-dürsə, burada da PL-in uzunluğu 3-dür. Bərabər 3 yaza bilərik. Sonra FE 6-dırsa, konqruent olacaq. Burada 6 tərəfi olan PC-dir. PC. Bu da bərabər 6-ya. Daha sonra DE-dir. DE də konqruentdir CL-lə. Bu da bərabər 5. Bunları 3, 6, 5-i yazmaya da bilərsən, amma hər ehtimala qarşı yazdım ki, yəni uzunluqların da nə qədər olduğunu görə bilək. Sonra indi bucaqlara baxırıq. 6-nın qarşısındakı bucaq D-dirsə, bucaq D konqruent olmalıdır. Burada 6-nın qarşısındakı bucaq L-dir. Bucaq L-ə. Sonra 3-ün qarşısındakı bucaq E-dirsə, bucaq E konqruentdir. Burada 3-ün qarşısındakı bucaq C-dir. Bucaq C-yə. Daha sonra 5-in qarşısındakına baxaq. 5-in qarşısındakı bucaq F-dir. Bucaq F konqruentdir. Burada da 5-in qarşısındakı bucaq P-dir. Bucaq P-yə. Keçək indi B bəndinə. B bəndində ABC üçbucağı ilə KNM üçbucağı oxşardır. AC tərəfi konqruentdir. AC tərəfi baxın, düz bucaqla birinci bucağa söykənən tərəfdir. Burada da düz bucaqla birinci bucağa söykənən tərəf MK-dır. MK-ya. Sonra AB konqruentdir. AB düz bucaqla ikinci bucağa söykənən tərəfdir. Burada da düz bucaqla ikinci bucağa söykənən tərəf NK-dır. NK. Sonra birinci və ikinci bucağa söykənən tərəf BC-dir. Bu da konqruentdir. Digər üç bucaqda birinci və ikinci bucağa söykənən tərəf MN. İndi gəlin bucaqların da konqruentliyin yazaq. Bu 90 dərəcə konqruentdir. Digər üç bucaqda 90 dərəcə K-dır. Sonra birinci bucaq burada C-dir. Konqruent olacaq. Burada birinci bucaq M bucağına. Daha sonra ikinci bucaq B-dir. Digər şəkildə ikinci bucaq isə M bucağıdır. Həm bucaqların, həm də tərəflərin konqruentliyini göstərdik. Keçək ikinci tapşırığa. Şəkildəki üç bucaqlar konqruentdir. Sual işarəsi ilə işarələn tərəf və ya bucağın ölçüsünü tapın. A bəndində 6 6-ya uyğundur, 9 9-a uyğundur. Deməli 8 8-ə uyğun olmalıdır. CB bərabər konqruent olmalıdır. Yəni bərabər olmalıdır MN-ə. Bu da olacaq 9. Bizdən sual işarəsi ilə soruşanları, yəni sual işarəsini soruşun, ancaq sual işarəsinə cavab veririk. B bəndinə baxaq. B bəndində baxın, bu 90 dərəcədir A bucağı. Deməli E bucağı da 90 dərəcədir. Bu 70-dir. Bura 70, 20. Sual işarəsinin yerinə nə qalmalıdır? 20. Yazıram ki, bucaq C konqruentdir bucaq F-ə. Bu da bərabərdir olacaq 20 dərəcə. C bəndində PT 4-dür. Burada da KL 4-dür. Bunlar uyğundurlar. TS 8-dir. Burada sual işarəsi OL-dir. Deməli TS konqruent olmalıdır OL-ə. Bu da bərabərdir olacaq 8. Digər tərəfdən isə KO 10 verib, burada sual işarəsi PS-dir. Deməli, KO ilə də PS konqruentdir. KO konqruentdir PS-ə. Bu da bərabərdir olacaq 10. Yalnız sual işarəsini tapdıq. Yəni, burada başqa əslində bucaqlar və tərəflərin konqruentliyini hamısını yazmaq olardı. Amma sadəcə sual işarəsini istədiyinə görə yəni naməlum bucaq və tərəfləri tapdıq. Keçək indi üçüncü tapşırığa.
Üçüncü tapşırıqda üçbucaqların konkretlik işarəsi ilə yazın. Məchul tərəfin yaxud bucağın dərəcə ölçüsünü tapın. Tapaq. 3-ün A bəndində. Baxaq, burada hansı konkretlər var. AB ilə M-in konkreti hər ikisi 7-dir. AC ilə də MK konkreti hər ikisi 5-dir. X-in, bax burada, sual işarəsi X burada yoxdur. BC konkurentdir. NK. O da bərabərdir. X-la işarələnə baxaq. Yəni 8 olacaq. Deməli, BC buradan hansı nəticəyə gəldi? X daha doğrusu yazaq bura. X-la işarələnə. Bu da olacaq 8. Daha sonra 5 və 8 arasında qalan bucaq 60 dərəcədirsə, burada da 5 və 8 arasında qalan Y bucağı 60 dərəcə olmalıdır. Deməli, yazıram. Bucaq C konkurentdir bucaq K-ya. Bu da bərabər Y-dan işarə olunmuşdur. Bərabərdir 60 dərəcə yazırıq. İndi üç bucaqların konkretliyini də yazaq. Üç bucaq. Baxın, sırayla götürmək lazımdır. A, B, C. Yəni A üçüncü bucaqdır. Və yaxud da belə götürək. Birinci, ikinci, üçüncü bucaq. B, C, A. B, C, A. Konkretdir. Burada da birinci bucaq N'dir. İkinci bucaq K'dır. Üçüncü bucaq M'dir. N, üç bucaq N, K, M. Yəni mütləq konkretliyi yazarkən sırasına diqqət etmək lazımdır. 3-ün A bəndini bitirdik. Keçək 3-ün B bəndinə. 3-cü tapşırığın B bəndi. 6,5 var. Deməli, ST ilə PR konkretdir. 4 da var. GR ilə VT konkretdir. 4-dür. X yoxdur. X da deməli 3,5 ilə uyğun gələcək. SV ilə konkretdir. PG. O da bərabər X-a. Da bərabər 3,5. Deməli, sual işarəsi X oldu 3,5. Həmçinin GP oldu 3,5. Digər tərəfdən ikinci bucaq və buradakı ikinci bucaq var. Bu da 120 dərəcədir. Birinci bucaq. Burada da birinci bucaq yoxdur. Yəni 6,5-in qarşısındakı bucaq yoxdur. O zaman yazıram. Bucaq V ilə də 6,5-in qarşısındakı bucaq Y və yaxud da burada 6,5-in qarşısındakı bucaq G. V ilə hansı bucaq oxşardı? G bucağı oxşardı. Bu da bərabərdir Y-a. Bu da bərabərdir 120 dərəcə. İndi üç bucağın oxşarlığını yazaq. Götürək yenə birinci. Birinci, ikinci, bu da S-də üçüncü bucaq olacaq. VTS. Üç bucaq. VTS konkurentdir. Üç bucaq. Birinci bucaq G, ikinci bucaq R, üçüncü bucaq P. G, R, P. Üç bucaqların konkurentliyini də bu formada yazırıq. Dördüncü tapşırığa keçək. Dördüncü tapşırıq digər səhifədədir. Ümumiyyətlə, bu səhifələrdə olan yeni mövzular çoxdur və izahlarına baxmaq istəyirsinizsə, kanalımda yerləşdirmişəm. Oradan izahlarına baxıb öyrənə bilərsiniz. Dördüncü çalışmada deyir, üçbucaqların konkurent olub olmadıqlarını müəyyən edin. Konkretliyin hansı əlamətə görə əsaslandırmaq olar. Baxırıq A bəndinə. Deməli, 4 və 4 var, 6 və 6 var. Onlar arasındakı bucaq da var, 55-55. Bu 4 tərəfdir T, bu bucaqdır B, bu da tərəfdir T. Hansı əlamət oldu? T, B, T. Yəni, tərəf, bucaq, tərəf əlaməti. O zaman yazıram. M, N konkurentdir. 4-dür də bu. AC-yə bərabər 4. Sonra M, K konkurentdir BC-yə bərabər 6. Bucaq M də konkurentdir bucaq C-yə. Bu da bərabərdir 55 dərəcə. Və yazırıq ki, 3 bucaq oxşarlığını da yazaq 3 bucağın. NMK konkurentdir. 4-dən başladıq da buradan. A, C, B. Buradan da A-dan başlayıram. 3 bucaq A, C, B. Sıraya mütləq diqqət etmək lazımdır. Yazırıq T, B, T əlaməti. T, B, T əlamətinə görə də yaza bilərik ki, bunlar oxşardılar. B bəndinə baxaq. B bəndində MS 9-dur. Burada AT 8-dir. Bucaq M,
bucaq A-ya konqurentdir. Və hər biri 40 dərəcədir. Bucaq S, bucaq T-yə konqurentdir. Hər biri 60 dərəcədir. Və burada görün hansı əlamət olmalı idi əslində. Bucaq B, tərəf T, bucaq B. B, T, B. B, T, B əlaməti olmalı idi. Amma tərəflərə baxaq. MS konqurent deyil. Üstünə xətt çəkirəm. AT-yə. Çünki biri 9-dur. 9 ilə 8 bir-birinə bərabərdir. Biri 8-dir. O zaman yazıram ki, konqurent deyil. Konqurent deyil. Çünki şərt ödənmədi. Bu tərəf də bərabər olmadı, amma bərabər deyil. Bərabər olmadı. C bəndinə indi baxaq. C bəndində GP 5-dir. GP konqurentdir. Burada 5 SV-dir. SV. Bu da bərabər 5-ə. Sonra PR konqurentdir TS-ə. Əslində konqurent deyil TS-ə. TS konqurent deyil. Çünki biri 3-dür, PR 3-dür, TS 4-dür. 3 4-də bərabər deyil. Amma bucaqlar 90 dərəcə var. Bucaq P konqurentdir, bucaq S-ə. Hər ikisi də 90 dərəcədir. Şərt burada ödənmədi. Hansı şərt ödənmədi? İkinci tərəfin bərabər olması şərti ödənmədi. Bu da hansı əlamət olmalıdır? T, B, T. Yəni tərəf, bucaq, tərəf. İki tərəf onun arasındakı qalan bucaq bərabər olmalıydı. Amma bu tərəf bərabər olmadığına görə yazırıq ki, konqruent deyil. Bir dənə konqruent olan şərtinin üçün də ödəndiyi A bəndi oldu. A bəndində TBT əlamətinə görə 3 bucaqlar bir-biri ilə konqruent oldular. Keçək 5-ci tapşırığa. TBT yaxud BTB əlamətindən istifadə etməklə verilən 3 bucaqların konqruent olanlarını müəyyən edin. 5-in A bəndində əgər deməli bir tərəf verilibsə, ona bitişik 2 bucaqdan söhbət getməlidir. Tərəf, bucaq, tərəf olmalıdır bu əlamət. Yəni T, B, T. Daha doğrusu bu B bəndinə uyğun gəlir. TBT. B bəndi TBT olmalıdır. İndi A bəndində isə bir dənə, burada 2 dənə bu tərəf verilmişdir. O zaman tərəf, bucaq, tərəf götürəcəyik. Burada isə bir dənə tərəf verdiyinə görə bucaq, tərəf və bucaq götürməliyik. Yerinə diqqət edərsiniz. Birinci B bəndi, ikinci A bəndi. Bu da olacaq BTB əlaməti. O zaman indi biz bu A bəndini necə həll eləyəcəyik? 6-dırsa bu tərəf, indi A bəndini həll eləyək. A bəndə artıq bilirik ki, BTB əlaməti olmalıdır. Bu tərəf 6-dırsa, ona söykənən bucaqlar bərabər olmalıdır. Buna söykənən bir dənə bucaq 75-dir. Yəni F bucağı bərabərdir 75-ə. Mən burada D bucağını da tapmalıyam. D bucağını tapmaq üçün 180-dən çıxmalıyam 75 və 55-in cəmini. 75 ilə 55 toplayanda eləyir 130, 180-dən də 130 çıxanda eləyəcək 50 dərəcə. 75 və 50. Daha sonra indi buna baxaq. 6-ya söykənən bucaqlardan biri ikinci şəkildə. Bucaq B bərabər 55 dərəcə. Digər bucaqda bucaq C bərabərdir 45 dərəcə. Üçüncü şəkilə baxaq. 6-ya söykənən bucaqlara baxaq. Biri bucaq K-dır 55 dərəcə. Biri də bucaq N-dir. Bu da 45 dərəcə. İndi baxaq. Görək hansılar oxşardır. Təbii ki, bu birinci şəkil olmayacaq. Birinci ilə heç biri olmayacaq. Çünki bunun bir bucağı 75-dir, biri 50-dir. Amma bunlar uyğun gələr. 55, 55, 45, 45. Deməli, ikinci və üçüncü şəkil, ikinci və üçüncü üç bucaq konqruentdir. Yazıram ki, 3 bucaq, birinci, ikinci, üçüncü bucaq götürək. CBA konqruentdir 3 bucaq, birinci bucaq N, ikinci bucaq K, üçüncü bucaq M. N, K, M-ə. Konqruentlər də yazaq. Bucaq B konqruentdir. Bucaq K bərabər 55 dərəcə olacaq. Bucaq C konqruentdir. Bucaq N, bu da eləyəcək 45 dərəcə. Birinci yazırıq ki, ikinci və üçüncü üç bucaq.
üçbucaq hansı əlamətə görə? BTB əlamətinə görə. Əlamətinə görə kongruentdir. Keçək indi B bəndini yoxlayaq. 5-in B bəndində isə bucağa indi baxırıq. 115, 115, 115 və tərəflər də nə olmalıdır? Eyni olmalıdır. 21, 17, 21, 25-dir. Bu ələndi, bu olmayacaq. Burada isə 21, 17 ödənir. Birinci və üçüncü şəkil. Yazıram kongruentlik əlamətini. Bucaq S kongruentdir. Bucaq E-yə bərabər 115 dərəcə. Sonra PS tərəfi. PS kongruentdir EF-ə. Bu da bərabər 21-ə. Sonra ST tərəfi isə kongruentdir ED-yə. Bu da bərabərdir 17-yə. Yazıram üçbucaq. Kongruentliyi də yazaq. Üçbucaq 21-dən başlayaq. PST kongruentli üçbucaq. Burada da 21-dən başlasaq 21 olan tərəfdən FED-yə. FED olacaq. Yazırıq ki, birinci və üçüncü üçbucaq. Əslində Rum rəqəmi ilə yazılanda şəkilçilər yazılmır. Birinci və üçüncü üçbucaqlar hansı əlamət oldu? Tərəf, bucaq, tərəf, TBT əlamətinə görə. Əlamətinə görə kongruent olurlar. 5-ci çalışmanın A və B bəndini həll etdim. Burada sadəcə birinci B bəndini yazdım. TBT əlamətini təyin edəndə. Sonra ikinci A bəndini. Onu qarışdırmazsınız, amma sonra növbə ilə getdim ilə. Birinci A bəndini həll etdim. İzahını göstərdim. Sonra da B bəndini həll edib izahını göstərdim. 6-cı tapşırığa keçək. ABD və ACD üçbucaqlarının kongruent olduğunu əsaslandırın. A-dan B-yə qədər 4-dür. Bucaq B 60 dərəcədir. AC tərəfini və C bucağını tapın. Baxın, bucaq B ilə bucaq C-yə bir dənə işarə qoyublar. Yəni bunlar bərabərdir. Bura 60-dırsa, o zaman burada 60 olur. Çünki bir dənə bucaq işarəsi qoyublar da onların bərabər olmasını bildirir. Burada 4-dür. İndi biz ABD və ACD-nin kongruent olduğunu necə əsaslandıra bilərik? Bucaq B ilə bucaq C kongruentdirlər. 60 dərəcədirlər. Həmçinin, əgər bura 90 dərəcədirsə, burada 90 dərəcədir. Çünki açıq bucağın üstündə qurulursa, burada 90 dərəcədir. Deməli, bu ikisi 90-dır. Bucaq BDA kongruentdir bucaq deməli CDA-ya. Hər biri oldu 90. Sonra BD tərəfi ilə də nə kongruentdir? DC tərəfi. Hər biri də 2-dir. 2 dənə bucaq, bir dənə tərəf varsa, 2 bucaq, bir tərəf olanda BTB əlaməti olur. Bucaq, tərəf, bucaq. Əlamətinə görə. Əlamətinə görə bunlar kongruentdirlər. Yazıram. 3 bucaq. ABD kongruentdir 3 bucaq. Burada deməli bu təpədən başlayıramsa burada yazıram ACD. Üç bucağı işarəsi 2 dənə yazdım. ACD-yə kongruentdir. Bizdən nəyə soruşur? AC və C bucağını təyin etdim. 60'dır. O zaman AC tərəfi də AB tərəfindən eyni olacaq. Burada olacaq 4. Çünki üç bucaqlar kongruentdir axı. Yazıram AB də bərabərdir, yəni kongruentdir AC-yə. O da bərabərdir olacaq 4. Çünki AB 90'ın qarşısındakı tərəfdir, 90 dərəcədir. Bu 90'ın qarşısındakı tərəf 4'dür. Burada da bu bucaq 90 idi. Deməli bu 90'ın qarşısındakı tərəfdə 4 olmalıdır. Keçək 7-ci tapşırığa. 7-ci tapşırıqda AB və CD parçaları N nöqtəsində kəsişir. Şəkildə verilənlərə görə üçbucaqların kongruentliyini əsaslandırın. Hərflə işarələnmiş tərəf və bucağın ölçüsünü tapın. 7-ci tapşırığın A bəndində. Baxın, bunların üzərinə bir dənə xətt qoyublarsa, deməli CN ND-yə bərabərdir. CN ND-yə bərabərdir və yaxud da kongruentdir deyirik. ND-də yaza bilərik, DN-də yaza bilərik, fərq yoxdur.
Bunların üstünə isə 2 xətt qoyduqlarına görə A-dan N-ə qədər olan məsafə də N-dən B-yə qədər olan məsafə ilə eynidir, konqruentdirlər. Daha sonra burada bucaq əmələ gəlir. Bax, buradakı bucaq, bu bucaqla bu bucaq. Qarşılıqlı bucaqlardılar. Qarşılıqlı bucaqlar da bir-birinə bərabərdir. Yəni yazıram, bucaq A, N, D konqruentdir bucaq CMB-yə. CMB-yə. Və yazıram ki, qarşılıqlı bucaqlar. Çünki qarşılıqlı bucaqlar bir-birinə bərabər olduqlarına görə bunlar da bərabər olurlar bir-birinə. Hansı nəticəyə gəldi? İki tərəfimiz var, bir dənə bucağımız var. İki tərəf bir bucaq olanda TBT əlaməti olur. Tərəf-tərəf bucaq. TBT əlamətinə görə üç bucaq AND konqruentdir. Üç bucaq BNC-yə. O zaman bərabər bucaqların qarşısında duran tərəflər də bir-birinə bərabərdirlər. Bu alfanın qarşısındakı, bax, buradakı bucağın AND, daha doğrusu CMB. CMB bucağının qarşısındakı tərəf 12-dirsə, AND bucağının qarşısındakı tərəf də 12 olmalıdır. Bərabər bucaqlar qarşısındakı tərəflər də bir-birinə bərabərdir. Yəni AD bərabərdir CB-yə. Bu da bərabər x, o da bərabər 12. Yəni AD-miz, x-imiz, daha doğrusu x-imiz 12 olacaq. Sonra, indi bura baxırıq. İkinci tərəfin qarşısındakı bucaq 50-dir. Burada da ikinci tərəfin qarşısındakı bucaq y-dir. Deməli, y bucağı ilə D bucağı, yəni bucaq C ilə bucaq D bir-birinə konqruentdirlər. Bu da bərabərdir. Olacaq 50 dərəcə. 7-nin A bəndinə həll etdik. Keçək 7-nin B bəndinə. 7-nin B bəndinə, 7-nin çalışmanın B bəndinə diqqət eləyək. Baxın, burada bunların üstündə bir dənə xətt qoyublarsa, A-dan N-ə qədər məsafə, N-dən B-yə qədər məsafəyə bərabərdir. AN bərabərdir N-dən B-yə. Yəni konqruentdir bunlar bir-birinə. Sonra, bucaq A ilə də bucaq B. Bucaq A konqruentdir bucaq B-yə. Hər biri də 38 dərəcədir. Və buradakı bucaqlar, bax, burada yaranan bucaqlar da qarşılıqlı bucaqlardır. Yəni, bucaq A, N, D konqruentdir bucaq CMB-yə. Bu bucaqlar da bir-birinə bərabərdirsə, yəni qarşılıqlı, mötərizə yazaq, qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar. Hansı əlamətlər aldıq? 2 dənə bucaq aldıq. Bucağın dərəcə ölçüsünü bilmirəm nə qədərdir. Bizə maraqlı da deyil ki, bu nə qədər ola bilər. Yəni, əsas olaraq şərtimiz ödənsin. Bucaq, tərəf. 2 dənə bucaq, bir dənə tərəf iştirak edibsə, BTB əlaməti olacaq. BTB əlamətinə görə indi 3 bucaqların konqruentliyini yaza bilərik. 3 bucaq AND konqruentdir 3 bucaq BNC-yə. İndi verilən münasibətlərdən istifadə edib verilməyənləri tapaq. Qarşılıqlı bucaqlar bir-birinə bərabər olduğuna görə bərabər bucaqların qarşısındakı tərəflər də bir-birinə bərabər olmalıdır. Bax, bu bucaqla bu bucaq bir-birinə bərabərdir. Bunun qarşısındakı tərəf y-dir, bunun da qarşısındakı tərəf 18 çıxılsın y-dir. Yəni, AD bərabər olmalıdır CB-yə. Bu da nə deməkdir? 18 çıxılsın y bərabər olmalıdır y-a. Y o tərəfə keçirsəm, olacaq müsbət y. 18 bərabər 2y-a. Y taparkən 18-i 2-yə bölürəm, eləyir 9. Bizdən y tapmamızı istəyirdi. Y tapdıq 9, yəni CB bərabərdir olacaq 9. CB 9-dursa, hərflə işarələnmiş tərəf və bucağın ölçüsünü tapın. AD də 9 olurdu elə. Bu da bərabərdir AD-yə. Çünki 18-dən 9 sana burada elə bizə 9 verəcək. Digər tərəfdən isə bu iki hissə bir-birinə bərabərsə, bu hissələr də bir-birinə bərabər olmalıdır. C-dən N-ə qədər məsafə, N-dən D-yə qədər məsafəyə bərabər olmalıdır. N-dən, yaxud da D-N yazaq. D-dən N-ə qədər məsafəyə bərabər olmalıdır. Yəni 2x-7 bərabər olmalıdır x-a.
2x, x-i keçirdirəm bu yana, 7-ni keçirdirəm sağa. X bərabərdir oldu 7. X 7-dirsə, n-dən d-yə qədər məsafə, c-dən n-yə qədər məsafəyə bərabərdir. Bundan da hər biri 7-yə bərabər olacaq. Yəni yerinə qoyanda da fərq yoxdur. 2-ni 7-yə vurub 7 çıxanda da 7 alınacaq. Təkcə x-in yerinə 7 qoyanda da yenə də cavab bizə 7 verəcək. Bu n-dir. 7-ci çalışmamızın da B bəndini yekunlaşdırdıq. Keçək indi digər tapşırığa. 8-ci tapşırıq digər səhifədədir. Tələb olunan tərəfin uzunluğunu tapın. Hansı konqrentlik əlamətindən istifadə edildiyini müəyyən edin. 8-in A bəndində. Şəklə indi diqqətlə baxaq. A-dan B-yə qədər məsafəmiz 13-dür. A-dan C-yə qədər məsafəmiz 10-dur. Amma burada bir xətt qoyublarsa, AD bərabərdir DC-yə. O da bərabər 10-u 2-yə böləndə eləyəcək 5. Yəni bunların hər biri AD ilə DC-nin uzunluğunu hər biri 5-ə bərabərdir. AD-ni tapdıq 5. Bizdən bir də BC-ni soruşurdu ki, BC-nin uzunluğu nəyə bərabərdir? Deməli, içəridə yaranan ABD və BDC üçbucaqların konqrent olması üçün onların artıq bir dənə tərəflərini tapdıq. Yəni AD konqrentdir DC-yə. Daha sonra baxın, bu BD tərəfi var ha. BD tərəfi həm ABD üçbucağının, həm də BDC üçbucağının tərəfi sayılır. O zaman BD ortaq tərəf yazaq. Ortaq tərəf. Yəni BD konqrentdir, BD yazmaya ehtiyac yoxdur. Artıq ikinci tərəfində eyni olduğunu tapdıq və bucaqlara baxaq. Əgər bura 90 dərəcədirsə, o zaman bu bucaq da 90 dərəcə olur. Bax, buradakı D bucağı da 90 dərəcə olur. Çünki açıq bucağın üstünə ADC açıq bucaqdırsa, bir tərəfi 90-sa, digər tərəfdə 90 dərəcə olmalıdır. Bucağı da yazsaq AD, B bucağı konqrentdir. Bucaq BDC-yə. O da bərabər 90 dərəcəyə. İki tərəf, baxın, birinci tərəf, ikinci tərəf, bu da bucaq. İki tərəf və bir bucaq varsa, TBT əlamətinə görə üçbucaq ADC konqrentdir üçbucaq CDB-yə. Bir də uşaqlar, onu qeyd edim ki, eyni bir üçbucaqda həm BTB əlaməti, həm də TBT əlaməti ödənilə bilər. Yəni bu mümkündür. Yəni bu üçbucaqda bizə verilən birinci bu A bəndində olan üçbucaqda əslində həm TBT, həm də BTB əlaməti ödənir. Sadəcə TBT-ni yazdıq. Və digər tərəfdən 90-ın qarşısındakı tərəf 13-dürsə, bu 90-ın qarşısındakı tərəfdə BC də 13-ə bərabər olacaq. AD-ni tapmışdıq 5. Yazıram ki, AB bərabər olmalıdır BC, çünki ikisi 90 dərəcənin qarşısında olan tərəflərdir. Bu da bərabərdir olacaq 13 sm. AD 5, birinci sualın işarəsi, BC isə 13-ə bərabər olacaq. Keçək indi B bəndinə. B bəndini isə bizə belə bir şəkil verib. ABC D düzbucaqlıdır. Əgər bu tərəf 6-dırsa, burada 6-dır. Bu 90 dərəcə, 90 dərəcə. Bura 8 isə və üstündən bir dənə xətt çəkibsə, deməli bunlar bərabərdir. Bu tərəfdə bu tərəfə bərabərdir. Burada oldu 8. Bizdən nəyi soruşur? C-ni soruşur. A, B-ni soruşur. A, B-ni tapdıq. AB bərabərdir CD-yə. Bu da bərabər 6 cm. AB-ni tapdıq. BC bərabərdir AD-yə. Bu da bərabər 8 üstəgəl 8. Yəni BC ilə də yuxarıdakı düzbucağın uzunluğudur. Bu da uzunluqdur. Bir-birinə bərabərdir. Bunu da tapdıq. 16 cm. İndi üçbucağın oxşarlıq əlamətini tapandan sonra EC-ni də təyin edə biləcək. Baxaq indi A, BE və CED üçbucağına. 6 və 8 eynidir. Yazıram BA konqrentdir CD-yə. Bərabər 6-ya. Sonra AE konqrentdir ED-yə. Bu da bərabər 8 cm. Digər tərəfdən hər ikisində 90 dərəcəli bucaq var. B AE bucaq BAE konqrentdir bucaq CDE-yə. Bu da bərabər 90 dərəcə. İki tərəf və bir bucaq. İki tərəf bir bucaqdan istifadə etdiksə, TBT əlaməti yaza bilərik. TBT əlamətinə görə
əlamətinə görə. Üçbucaqlar oxşardır. Hansı üçbucaq? Üçbucaq BAE, BAE oxşardır. Oxşardır üçbucaq CDE-yə. CDE-yə. Üçbucaqların oxşarlığını buradakı xəttə nəzərə almayın. Bu xətt sanki yanlış düşdü, amma oxşarlıqdır. Bu oxşarlıq işarəsini bildirir. İndi baxırıq. A bucağı 90 dərəcədir. 90-ın qarşısındakı 10-dursa, əgər bu üçbucaqlar oxşarlığını aldıqsa, 90-ın qarşısı 10-dursa, D bucağı da 90-dır. Bu 90-ın qarşısı da 10 olmalıdır. Nə yazıram? BE bərabərdir EC. Bu da bərabərdir olacaq 10 cm. Yuxarıda AB-ni tapdıq 6 cm. BC-ni tapmışdıq 16 cm. Bir də EC qalmışdı. EC-ni də oxşarlıqdan istifadə edib 10 cm bərabər olmasını tapdıq. 8-ci tapşırığın B bəndi də bitdi. Keçək indi 8-ci tapşırığın C bəndinə. C bəndində baxırıq, burada qarşılıqlı bucaqlar yaranıb. Bax, buradakı bucaqla buradakı bucaq bir-birinə qarşılıqlıdır. Üçbucaqlar da oxşar olduğuna görə qarşılıqlı bucaqlar bərabərdirlər. Bərabər bucaqların qarşısında dayanan tərəflər də bərabərdir. Əgər burada konqrentlik varsa. Bura 5-dirsə, o zaman B-dən C-yə qədər də 5-ə bərabər olacaq. İndi gəlin konqrentliyi yazaq. 8-ci C bəndində. Bucaq B konqrentdir. Burada birinci bucaq, bu da birinci bucaq D-dir. Bucaq D-yə. İkinci bucaq C konqrentdir. Burada da ikinci bucaq A-dır. Bucaq A-ya. Və üçüncü bucaqların bilmirəm neçə dərəcədir. Onların da qarşısında dayanan tərəflər bərabər olduğuna görə BC yazaram konqrentdir AD-yə. Bu da bərabərdir 5 cm. İki tərəf, daha doğrusu iki bucaq bir tərəf yarandı. İki bucaq bir tərəfdə B, TB əlamətinə görə. Bu üç bucaqlar konqrentdir. Hansı üç bucaqlar? Üç bucaq BCE, BCE konqrentdir. Birincidən başladım burada götürməyə. İkinci, üçüncü. Burada da birinci. DAE. Üç bucaq DAE-yə. Bizdən hansı tərəfləri istəyir? BE-ni, BC-ni istəyirdi. BC-nin 5 olduğunu tapdıq. BE-ni istəyir. BE bərabərdir. BE ikinci bucağın qarşısında olan tərəfdir. Burada da ikinci bucağın qarşısında olan tərəf ED-dir. Deməli, BE ED-yə bərabərdir. Bu da eləyəcək 3 cm. EC isə birinci bucağın qarşısında olan tərəfdir. Burada da birinci bucağın qarşısında olan tərəf AE tərəfidir. Bərabərdir 4 cm olacaq. 8-ci çalışmanın C bəndini də bitirdi. Keçək 9-cu tapşırığa. Üçbucaqların BTB əlamətinə görə A bəndi, B bəndi isə TBT əlamətinə görə konqrentliyi üçün daha hansı ölçüləri bərabər olmalıdır? 9-cu çalışmada birinci yazaq A bəndini BTB əlamətinə görə. Görək hansı şərt çatışmır. Bu birinci olsun. Bax, bu birinci olsun. Bu ikinci, bu da üçüncü. Təzə kitablarda nə nömrə qoyublar, nə də variant qoyublar ki, ayrı-ayrı fərqlənsinlər. Ona görə özüm bəzən nömrələr və variantlarla yazıram. BTB nə deməkdir? Bucaq, tərəf, bucaq. Bucaq var, tərəf var. Burada çatışmayan hansıdır? İkinci bucaq yoxdur. İkinci bucaqda, bax, tərəfə söykənən iki bucaqdan söhbət gedir. Tərəfə söykənən bir dənə bucaq B var. Digər bucaqda A. Bucaq A. Konqrent olmalıdır. Burada da tərəfə söykənən bir dənə bucaq var. Digər bucaq yoxdur. Bucaq K-ya. Bax, belə olmalıydı. İkincisində, yenə BTB-yə görə. Bir tərəfə söykənən bucağın biri var, biri yoxdur. B bucağı yoxdur. Onu verməyiblər. Bu tərəfə söykənən bucaq M var. Bu bucaq yoxdur. Bucaq K. Üçüncüsündə isə yenə tərəfə söykənən S bucağı var. T bucağını göstərməyiblər. T bucağı da konqrent olmalıdır. Burada da tərəfə söykənən bucağın biri var. Digər bucaq yoxdur. Bucaq E olmalıydı burada da.
Hər birinin yanına olmalıdır. Olmalıdır yazırıq ki, yəni o şərt əski idi. O olsaydı BTB əlaməti ödənərdi. İndi keçək ikincisinə B bəndinə. B bəndində isə TBT əlamətinə görə. TBT əlamətinə görə. TBT əlaməti isə o demək tərəf, bucaq, tərəf. Bir üç bucağın bir bucağı və ona söykənən iki tərəfi. Birinci şəkildə bir bucaq ona söykənən bir dənə tərəf var, AB tərəf var, amma CB tərəfini verməyiblər. Bu CB tərəfi konkret olmalıdır. Digərində baxın, bu bucağa söykənən tərəf NM-dir. NM. İkinci şəkildə bucaq C-yə söykənən tərəfin biri CB var, AC yoxdur. AC kongruent olmalıdır. Digərində də N-ə söykənən, N bucağına söykənən KN tərəfi var, M-in tərəfi yoxdur amma. MN olmalıydı. Üçüncü şəklə baxaq. Üçüncü şəkildə bucağa söykənən bir dənə tərəf var, ST. Digər tərəf SP yoxdur. Və SP-də bu bucaq, bu tərəf var, ED tərəfi. Bu bucağa söykənən digər tərəf FD yoxdur. FD-ni də özümüz yazırıq. FD, DF eyni şeydir əslində. Olmalıdır. Hər birinin sonuna yazırıq. Olmalıdır. Yəni, bu şərtlər olmalıdır ki, üç bucaqlar bir-birinə kongruent olsunlar verilən əlamətlərə görə. Keçək 10-cu tapşırığa, digər səhifədədir. Bərabəryanı üç bucağın xassələrindən istifadə edərək məhsulu tapın. A bəndində. Bərabəryanı üç bucaqda bərabər bucaqlar qarşısında duran tərəflər bərabərdir. Yəni, bucaq B ilə bucaq C bir-birinə bərabərdirlərsə, AB ilə, yəni bucaq C-nin qarşısında dayanan tərəf AB-dir, bucaq B-nin də qarşısında dayanan tərəf AC-dir. Bunlar da bir-birinə bərabər olmalıdır. A-dan B-yə qədər 2x-dir, A-dan C-yə qədər üstəgəl 8-dir. O zaman bunları bərabərləşdirib, tənlik kimi həll edib, məhsulu, yəni x-i tapa bilərik. X-i keçirdirəm sola, mənfi x, 8 qalır. Burada 2x-dən x çıxanda x bərabərdir olacaq 8-ə. Əslində çox asandır bu məsələlər. B bəndinə baxaq. B bəndində də əgər NK bərabərdir MN-dirsə, o zaman NK-nın qarşısında dayanan bucaq M bucağı ilə MN-in qarşısında dayanan bucaq K bucağı bir-birinə bərabər olmalıdır. M bucağı Y dərəcədir, K bucağı isə 80 çıxılsın Y dərəcədir. Bunlar bir-birinə bərabər olmalıdır. Yəni. M-in yerinə Y, K-nın da yerinə 80 çıxılsın Y yazdım. Mənfi Y keçirdirəm sola, müsbət Y olur, 8 qalır. Yerində 2Y bərabər 80-ə, Y də bərabər 80-i 2-yə böləcək, eləyəcək 40 dərəcə. Bizə sadəcə məhsulu tapmağımızı deyir. Ona görə sadəcə məhsulu tapırıq. Yəni, aparıb yerinə qoymağı istəmir. Sonra keçək C bəndinə. C bəndində də görək nə yazılıb. 15-15. O zaman EF bərabərdir yazıram. EF bərabərdir DE-yə. EF-in qarşısındakı bucaq D bucağıdır. Bucaq D də bərabər olmalıdır. DE-nin qarşısındakı bucaq da F bucağıdır. Bucaq F-ə. İndi D bucağının yerinə yazıram 4A. F bucağının da yerinə yazıram 2A üstəgəl 16. Bərabər yanı 3 bucaqdır. Çünki bərabər yanı 3 bucaqda bərabər bucaqlar qarşısında bərabər tərəflər dayanır və yaxud da bərabər tərəflər qarşısında bərabər bucaqlar dayanır. 2A-nı keçirdirəm sola, mənfi 2A bərabər 16-ya. Bunu çıxanda bizə verəcək 2A bərabər 16-ya. A-nı da taparkən 16-nı 2-yə böləcəm, eləyəcək 8. A-nın qiyməti bərabər olacaq 8-ə. Bu da deməli onun C bəndinin həlli. Keçək 11-ci tapşırığa. Birinci tapşırıqda tələb olunan tərəfin uzunluğunu və bucağın ölçüsünü tapın. 11-in A bəndində. Bərabər yanlı üç bucaqda oturacağa çəkilmiş median bu üç bucağın həm tənböləni sayılır, həm də hündürlüyü sayılır. Həm hündürlüyü, həm tənbölən, həm də median olur. Yəni buradakı BD parçası.
O zaman median olsa əgər tərəfi yarı bölür. Bura 3-dürsə, bu tərəf də bir-birinə bərabərdir. 2 dənə xətt qoyaq. Burada olacaq 3 sm. Xassəndə belə yazır. Xassəni sizə şifayə dedim də, yəni bərabər yanlı üç bucaqda, bir daha təkrarlayıram. Bərabər yanlı üç bucaqda təpədən oturacağa çəkilmiş hündürlük həm median, həm də tənbüləndir. Mediandırsa tərəfi yarı bölməlidir. AD bərabərdir DC. Bu da bərabərdir 3 sm olur. Bizdən DC-ni soruşur. Bir də nəyə soruşur? Bucaq ABC-ni soruşur. ABC bucağını soruşur. Həm tənbülən, bax BD yazıram, bərabərdir. Həm hündürlük, həm median, həm də tənböləndir. Bax, bu xəssəni mütləq yadınızda saxladım. Hər dəfə yazmayacağım. Birinci məsələmizdə bunu tətbiq eləyəcəm. Yəni yazdım, onun üçün tətbiq eləyəcəm həm də. Median xəssəsini yerinə yetirdik. DC-nin də 3 olduğunu tapdıq. İndi tənbülən xəssəsini necə yerinə yetirəcəyik? Bucağı yarı bölməlidir. Əgər bu bucaq 20-dirsə, yəni bucaq ABD bərabər olacaq bucaq DBC-yə, o da olacaq 20 dərəcə. O zaman ABC nəyə bərabər olar? ABC də bucaq ABD ilə bucaq DBC-nin cəmidir. 20 və 20-nin cəmidir. Bu da 40 dərəcə olacaq. Və yaxud da deyirik, yarı böldüyünə görə 20-ni 2-yə vururuq, cavabımız olur 40 dərəcə. Bizdən tələb olunan ölçülər DC idi, tapdım 3, bir də ABC idi, tapdıq 40 dərəcə. Keçək indi B bəndinə. B bəndində də AD hündürlüyü çəkilib. Hündürlük həm də tərəfi yarı bölübsə, deməli ABC bərabər yanı üç bucaqdır ki, hündürlük həm də tərəfi yarı bölüb, yəni median xassəsini yerinə yetirib. O zaman BD bura 3-dürsə, bura da 3-dür. Baxın, yarı böldüyünə görə bura 3-dür. Bizdən nəyi soruşur? Bizdən AC-ni soruşur. 90-ın qarşısındakı 15-dirsə, həmçinin belə eləyə bilərik də, bir dəqiqə. Bərabər yanı üç bucaq olduğuna görə AB tərəfi bərabərdir AC tərəfinə. Bu da eləyəcək 5 sm. AC-ni tapdıq. Bir də bucaq BAC-ni soruşur. BAC-ni. Bunun bu hissəsi 15 dərəcədirsə, bu da 15 dərəcədir. Baxın, burada 15 dərəcədir. Burada 15 dərəcə. Əslində heç bunu istəmirdi. DC-ni istəmirdi, amma yazdıq yenə də. Qalsın neynək. Bucaq BAC də bərabər olacaq 15 üzərinə gəl 15 eləyəcək 30 dərəcə. BAC 30, AC-nin də uzunluğu 5 cm bərabər olacaq. Əlavə olaraq B bəndini aşağıdan yaza bilərsiniz ki, AD hündürlük, median tənböləndir. Keçək C bəndinə. C bəndində də AB ilə AC-nin üzərinə belə bir dənə xətt qoyublarsa, deməli bunlar bir-birinə bərabərdirlər. Bizdən BC-ni istəyir. Bir də ADC. Buradakı bucağı soruşur bizdən. AB bərabərdir. AC yazıram. Bu üç bucaq bərabər yanıdır. Bərabər yanı üç bucaqda təpədən oturacağa, deməli, AD parçası çəkilib. İndi diqqət eləyək. AD həm hündürlük, həm tənbölən, həm median olacaq. Niyə? Çünki tənbölən xəssəsini yerinə getiribsə, bucağı yarı bölübsə, baxın 45-45. Tənbölən xəssəsini yerinə getiribsə, bu avtomatik olaraq həm hündürlük, həm də median olur. Yazıram AD həm tənbölən, həm median, həm də hündürlükdür. Ümumiyyətlə, bərabər yanı üç bucaqda deməli, oturacağa çəkilən hündürlük çəkilsə, onun median və tənbölən olduğunu biləcəyik. Median çəkilsə, tənbölən və hündürlük olduğunu biləcəyik. Tənbölən də çəkilsə, medianın hündürlük olduğunu biləcəyik. Yəni, biri versə dirgənlərini tapmaq olar. O zaman BD bərabərdir DC-yə, bu da eləyəcək 10 cm. Yəni, burada 10 cm-dir. Baxın, bura. Bizdən nəyə soruşur? BC-ni soruşur. BC-ni tapmaq üçün də BC bərabərdir
10 üzərinə gəl 10. Eləyəcək 20 santimetr. Bir də ADC bucağını soruşurdu. ADC bucağı da bərabər olacaq 90 dərəcə. Çünki dedik ki, AD həm də hündürlükdür. Hündürlüksə burada 90 dərəcə bucağı əmələ gətirməlidir. Düzdürmü? Burada 90 dərəcəli bucaq əmələ gətirməlidir. O zaman ADC bucağı 90 dərəcəyə bərabər olar. 11-ci tapşırığımız da bitdi. Keçək 13-ci tapşırığa. Digər səhifədədir 13-cü tapşırıq. Konkretliyin 3-cü əlaməti və ən asan əlamətdir. TTT əlamətidir. Mövzuları dediyim kimi kanalımdan izləyib öyrənə bilərsiniz. Amma məsələləri və tapşırıqları həll edərkən qısa olaraq qaydanın da üstündən keçirəm ki, siz üçün daha aydın olsun. TTT o deməkdir ki, bir üçbucağın üç tərəfi digər üçbucağın üç tərəfinə konqrent olsa, bu üçbucaqlar konqrentdir. Üçbucaqların konqrent olub olmadığını müəyyən edin. Konqrent olanları konqrent işarəsi ilə yazın. A bəndində. 4, 8, 6, burada da 4, 8, 6 varsa, deməli TTT əlaməti ödənəcək. A bəndini yazıram, TTT əlaməti. Əlamətinə görə. AC tərəfi 4'dür. Burada da MN tərəfi 4'dür. MN-ə konqrentdir, bərabər 4 cm. CB 8'dir. Burada da CB MK-dır. Bərabər 8 cm. AB 6'dır. Burada da 6 olan KN-dir. KN. Bu da bərabər 6 cm. Bu üç bucaqlar bir-biri ilə konqrent oldular. Keçək B bəndinə. 13-ün A bəndi TTT-yə görə konqrent oldu. İndi baxaq bura. 8, burada 8 var. 4, burada 4 var. 9, 7. Konqrent deyil. Bura yazıram ki, konqrent deyil. Niyə konqrent deyil? Çünki AC bərabərdir KN-ə. KN-ə bərabər 8 cm. Sonra 4 olan AB konqrentdir KM-ə. Bu da 4 cm. Amma CB ilə MN bir-birinə bərabər deyirlər. Çünki biri 9'dur, biri isə 7'dir. 9, 7'yə bərabər deyil. Ona görə də bunlar konqrent olmayacaqlar. Bu B bəndi oldu. 12-nin B'si. 12-nin indi C bəndini də yazaq. 4, 4, 7, 4, 4, 7. Deməli, ödənəcək. TTT əlamətinə görə yazırıq. Mətinə görə. PS konqrentdir. Ya burada FTN-də götürə bilərik. FTN də götürə bilərik. Fərq yoxdur. FTN-i götürək. Bərabər 4 cm. Sonra SE konqrentli digər tərəf TF və yaxud da FT bərabər 4 cm. Üçüncü tərəfdə PE ilə DT. PE konqrentdir DT-yə. Bu da bərabərdir 7 cm. Bunlar da bir-birinə konqrent oldular. TTT əlaməti ödəndi. Ödənməyən bir dənə B bəndi oldu. B bəndində əlamət ödənmədi. Çünki üçüncü tərəf bir-birinə bərabər olmadı. 13-cü tapşırığa keçək. Şəkildəki üç bucaqların konqrentliyini hansı əlamətə görə əsaslandırmaq olar? Hərflə işarə edilmiş bucağın ölçüsünü tapın. Mən bayaqçı tapşırıqlarda da qeyd etmişdim ki, bir üç bucaqda bir neçə əlamət ola bilər. Yəni eyni anda təkcə hökmən deyil bir əlamət olsun, 2 əlamət də ola bilər, hətta 3 əlamət də ola bilər. A bəndində 3,5, 3,5, 4, 4, 2,5, 2,5. 3 tərəf əgər eynidirsə, yazıram ki, AB konqrentdir. 3,5 uyğun NK-dır. Bərabər 3,5 yazıram. Sonra BC konqrentdir. 4-dürsə MK 4 yazmalıyam. Bərabər 4 cm. Bunları uzunluqların yazması az da olar. Amma mən yazıram ki, daha da aydın olsun ki, hansı tərəfin uzunluğu nə qədərdir və necə bir-birinə bərabər oldular. Bir də AC konqrentdir. M-ə, o da bərabərdir 2,5 cm. 3 tərəf eyni olduğuna görə tərəf, TTT əlaməti. Həmçinin burada uşaqlar TBT əlaməti də var.
TBT əlaməti tərəf, bucaq tərəf, bir üç bucağın iki tərəfi və onlar arasında qalan bucaq, o birisinin iki tərəfi və onlar arasında qalan bucağa bərabərsə, bu üç bucaqlar kongruentdir. AC kongruentdir 2,5 m-ə bərabər 2,5 cm. Bucaq C kongruentdir bucaq M-ə və BC tərəfi kongruentdir MK tərəfinə. MK-ya. Bu da bərabərdir 4 cm. Hansı əlamət oldu? Tərəf, bucaq, tərəf. TBT. TBT əlaməti. Bizdən həmçinin hərflə işarə edilmiş bucağın dərəcə ölçüsünü tapmamızı istəyir. Bucaq C ilə bucaq M bir-birinə bərabərdir. Niyə? AB-nin qarşısındakı AB tərəfi 3,5-dir. Burada da MK tərəfi 3,5-dir. Hər ikisi 3,5-in qarşısındakı bucaqlardır. Yəni, bucaq C bərabərdir yazırıq bucaq M-ə. Burada yazmışıq. Buradan istifadə edəcəyində. X üstəgəl, daha doğrusu 2x çıx 40-ı birinci yazaq ki, çıxanda asan olsun. X üstəgəl 10-a. 2x-dan çıxaram x-i 10, mənfi 40-da gəlir bu yana, olur müsbət 40. X bərabərdir 10-la 40-ı toplayıram, eləyəcək 50 dərəcə. Bizdən bucağın dərəcə ölçüsünü soruşur. Gətirib indi yerinə qoysaq bərabərdir. Ya x üstəgəl 10-da yerinə qoyun, ya da 2x çıxılsın 40-da yerinə qoyun. Fərqi yoxdur. Hansında yerinə qoysaz yenə cavab eyni alınacaq. X üstəgəl 10 daha asandır. Orada yerinə qoyaq. 50 üstəgəlsin 10 bərabər olacaq 60 dərəcə. Yəni, hərflə işarə olunmuş bucaqlar C və M bucaqlarıdır. Hər biri də 60 dərəcəyə bərabər olacaq. Keçək 13-ün B bəndinə. 13-cü tapşırığın B bəndində 7, 8, 13. Burada da 7, 8, 13 olduğuna görə deməli TTT əlaməti ödənəcək. ST kongruentdir. ST 7-dir. Burada 7 ED-dir. ED-yə bərabər 7 cm. TB 8-dir. Burada 8 olan EF-dir. Bərabər 8 cm. SV 13-dür. Burada da 13 olan FD-dir. FD-yə bərabər 13 cm. Bu üçü TTT əlamətinə görə kongruentdir. Həmçinin burada yenə də TBT əlaməti də ödənir. TBT əlamətinin də ödənməsini yazaq. ST 7-dir və bu kongruentdir ED-yə bərabər 7 cm. Bucaq T kongruentdir bucaq E-yə, dərəcə ölçüsünü bilmirəm deyə yazmırıq onu. Sonra TV də TV kongruentdir TB tərəfi də EF tərəfinə. EF tərəfinə. Bu da bərabər 8 cm. Hansı əlamət oldu? TBT. Tərəf, bucaq, tərəf əlaməti. Yəni 2 əlamət ödəndi. Bərabər tərəflərin qarşısına dayanan bucaqlar bərabər olduğuna görə 13-ün qarşısına dayanan, yəni T bucağı ilə E bucağı, qısaca burada qeyd etmişəm, onu elə deyək. T ilə E bucağı bir-birinə bərabər olduğuna görə 2x çıxılsın 20 bərabər edirəm x üstəgəl 50-yə. 2x çıx x 50, 20 keçəcək sağa olacaq müsbət 20. Burada da x sola keçmişdi, mənfi x olmuşdu. X bərabərdir 50 ilə 20-ni toplayanda eləcək 70 dərəcə. Və həmin o bucaqları istəyir, yazıram. Bucaq T bərabərdir bucaq E-yə. O da bərabərdir. Burada yerinə qoyaq. X üstəgəl 50-də. Burada da qoya bilərik yerinə. Fərqi yoxdur. Eyni dərəcə alınacaq. 50 ilə də 70-i toplayıram. Cavabımız eləyəcək 120 dərəcə. Yəni T ilə E bucağı 120 dərəcəyə bərabər olacaq. Buradan da elə onsuz da bunların kör bucaq olduğunu bilirdik. T və E bucağının və kör bucağa uyğun olaraq da 1 dərəcə aldıq. 13-cü tapşırığımız bitdi. Keçək 14-cü tapşırığa. 14-də verilən üç bucaqlar kongruentdir. Kongruent tərəf və kongruent bucaqlarını yazın. A bəndi ilə başlayaq. Burada bizə kongruentliyi verdiyinə görə, yəni artıq üç bucaqların kongruent olması şərtini biz bilirik. O zaman nə edirik? Bax, burada ən kiçik tərəfimiz CB-dir. Burada da ən kiçik tərəf KN-dir. O zaman CB-ni KN-ə bərabər götürək. KN. CB-nin qarşısındakı bucaq A-dır.
O zaman bucaq A kongruent olacaq. KE-nin də qarşısındakı bucaq M-dir. Bucaq M-ə. Sonra ən uzun tərəf AB-dir. Birinci şəkildə AB kongruentdir. Burada da ən uzun tərəf görürəm ki, MK-dır. Uşaqlar, xəttkeşlə də ölçə bilərsiniz, amma gözəyarı da tapmaq olur. AB-nin qarşısındakı bucaq C bucağıdır. O zaman C bucağı kongruentdir. MK-nın qarşısındakı bucağı da M bucağıdır. M bucağına. Yəni tərəflərin kongruent olmasını tapıb sonra bucaqların da kongruent olmasını tapmaq olar. Ortancıl tərəf isə, burada ortancıl tərəf AC tərəfidir. AC tərəfi kongruentdir. Burada da ortancıl olan tərəf MN tərəfidir. MN-ə. AC-nin qarşısındakı bucaq B bucağıdır. Bucaq B də kongruent olacaq. Burada da MN-in qarşısındakı bucağı da K bucağıdır. Bucaq K-ya. Həm tərəflərin, həm də bucaqların kongruentliyini yazdıq. Keçək B bəndinə. B bəndinə də baxıram. Ən kiçik tərəf hansıdır? AB. Burada da MK-ya uyğun gələr. AB kongruentdir MK-ya. O zaman AB-nin qarşısındakı bucaq C bucağıdır. Bucaq C kongruent olacaq. MK-nın qarşısındakı bucağı da M bucağıdır. Bucaq N-ə. Keçirəm ən uzun tərəf. Ən uzun tərəf CB tərəfidir. Baxın, şəkildən görsənir. Ən uzun tərəf CB tərəfidir. Və yaxud da BC, fərqi yoxdur. BC, burada isə ən uzun tərəf KN tərəfidir. KN. BC-nin qarşısındakı bucaq A bucağıdır. Bucaq A da kongruent olacaq. Bunun ortasında xətt çəkmişim ki, qarışmasını görür məndə. Bucaq A da kongruent olacaq. KN-in qarşısındakı bucağı da M bucağıdır. Bucaq M-ə. Ortancıl tərəf isə AC tərəfdir. AC tərəfi kongruent olacaq. Burada da ortancıl tərəf MN-dir. MN. AC-nin qarşısındakı bucaq B bucağıdır. MN-in də qarşısındakı bucaq K bucağıdır. Bu bucaqlar da bir-birinə kongruentdirlər. A və B bəndinin həlləri 14-cü tapşırıqda bu formada olacaq. Keçək 14-cü tapşırığın C bəndini də yazaq. 14-cü C bəndi. Baxaq görək, ən qısa tərəfimiz AC-dir. Bu şəkildə isə ən qısa tərəfimiz, yəni ikinci üç bucaq da MN-dir. MN. AC-nin qarşısında dayanan bucaq B bucağıdır. Kongruentdir. MN-in qarşısında dayanan bucağı da F bucağıdır. Bucaq F-ə. Ən uzun tərəfimiz AB tərəfidir. Görürsünüz, gözəyarı hamısını tapmaq olur. Yəni xəttkeşlə ölçməsəydik tapa bilərik. Burada isə ən uzun tərəf ikinci üç bucağı da MF tərəfidir. AB-nin qarşısındakı bucaq C bucağıdır. Kongruentdir. MF-in qarşısındakı bucaq M bucağıdır. Üçüncü ortancıl tərəfdir. Bu da BC. İkinci şəkildə isə ortancıl tərəf FN-dir. BC-nin qarşısındakı bucaq A bucağıdır. FN-in qarşısındakı bucaq da M bucağıdır. Bu da 14-cü C bəndinin kongruentliyinin ifadəsi. Keçək 15-ə. CD parçası ABC bərabər yan üç bucağının medianıdır. Yəni həm median, həm hündürlük, həm tənbölən olacaq. A bəndində ACD üç bucağının perimetri 30 cm, CD medianı 12 cm olarsa, ABC üç bucağının medianı, ABC üç bucağının perimetri nə qədərdir? Gəlin bu şəkli burada çəkək. A, C, B. Median 12-dir. Bura median 12 yazıram. Və bərabər yan üç bucaq olduğuna görə buranı da x-la işarə edirəm, buranı da x-la işarə edirəm. CD həm hündürlük, həm tənbölən, həm median xassəsini yerinə yetirdiyinə görə AD ilə DB-ni bərabər hissələrə bölür. Buraya y deyirəm, burada y deyirəm. ACD-nin perimetri 30-dur. Baxın. ACD. ACD-nin tərəfləri hansıdır? X, 12 və y. Yazıram. X, y və 12-nin cəmi 30-dur. O zaman x ilə y-in cəmi 30-dan çıxaram 12-ni 18 cm olar. Bizdən ABC üç bucağının, böyük üç bucağın perimetrini istəyir. Böyük üç bucağın perimetri 2 dənə x-imiz var, 2x, 2 dənə də y-imiz var, 2y. Mən buradan 2-ni mötərizə xaricinə çıxarsam, içəridə x üstəgəl y qalar, düzdürmü?
İndi x üstəgəlsin y-ın da yerinə mən nə yazaram? 12, 18 yaza bilərəm. 2 vurulsun 18. Bu da eləyəcək 36 sm. Yəni ABC-nin perimetri 36-ya bərabər olacaq. Keçək indi B bəndinə. ABC üçbucağının perimetri, yenə buradan eyni üçbucağı çəkəcəm. Şəkil üzərində uşaqlar həndəsəni əsasən şəkillə həll etmək daha sərfərədir. Çünki şəkli çəkdikdə artıq hər şey aydın görsənir. ABC üçbucağının perimetri yenə bərabər yanlı olduğuna görə AC ilə BC-yə x deyək. Median CD həm tənbölən, həm hündürlük, həm median olduğuna görə tərəfləri yarı bölür. Y bura deyək. ABC-nin perimetri, yəni ABC-nin perimetri x, y və y. 2 dənə x, 2 dənə y var. 2x və 2y-ın cəmi 32-dir. Buradan 2-ni mötərizə xaricinə çıxartsam, o zaman x üstəgəl y nəyə bərabər olur? 32-ni 2-yə bölərəm. Cavabımız eləyər 16. Və BDC üçbucağının, BDC, bax bu üçbucağın perimetri 24-dür. Bu üçbucağın perimetri də nəyə bərabərdir? Buradan yazaq P, A, B, C. Buradan da A, B, C. P, C, D, B bərabərdir. X, Y və CD-nin cəmi. Bax, CD medianı. Çünki bu üçbucağın tərəfləri biri X-dır, biri Y-dır, biri də CD-dir. Üstəgəl CD. Bərabərdir 24-ə. X, Y-ın qiyməti var da, 12, 16 almışam, düzdürmü? Gətirib yerinə qoyuram. 16 üstəgəl CD bərabər 24-ə. O zaman CD-ni taparkən 24-dən 16-nı çıxaram. CD də bərabər olacaq 8 cm. Median uzunluğu, CD median uzunluğu 8-ə bərabər olacaq. 15-ci çalışmamızı da bitirdik. CD, P. Keçək 16-cı tapşırığa. 16-da asma körpü üzərində qeyd olunmuş xətlər üçbucaq əmələ gətirir. Bax, bu xətlərin hamısı üçbucaq əmələ gətirir. CD parçası, bu parçadan söhbət gedir. Bu üçbucağın hündürlüyüdür. ACD və CBD bucaqları konqruentdir. ACD buradakı bucaqla BCD buradakı bucaq konqruentdir. Hansı fikirlər doğrudur? İndi uşaqlar, biz bu şəkli, 16-da olan şəkli, mavilər və qırmızılar olmaqla, düzdür, burada üçbucaqlar çox yananıb. Amma bu hissəni çıxardıb kənarda çəkək. Bax, bir dənə qırmızımız var. Bax, bu hissəni çıxartdım. Bura C-dir, bura D-dir, bura A-dır, bura da B-dir. CD hündürlükdürsə, bura 90 dərəcədir və ACD bucağı ilə bu bucaqla BCD bucağı, bu bucaq bir-birinə bərabərdirlərsə, artıq tənböləndir. Tənbölən və hündürlük eyni xətti bildirirsə, CD tənbölən, hündürlük və mediandır. Bu da harda ödənir? Bərabər yanı üçbucaqda. Yəni AC bərabərdir BC. Bu tərəflərdə yarı bölünüb həmçinin. AD ilə də DB yarı bölünüb. Çünki median tərəfi, çəkili tərəfi yarı bölür. Elxan nə deyir? CD parçası ABC üçbucağının tənbölənidir. Bəli, tənböləndir. Aldıqda burada yazmışam. Elxan doğru deyir. Doğru deyir. AD parçası BD parçasından kiçikdir. Samirin fikri. AD parçası buradır. BD parçası da burada. Xeyr, kiçik deyil. AD parçası BD parçasına bərabərdir. Çünki mediandırsa, median çəkildiyi tərəfi yarı bölür. Samir səhv deyir. Səhv deyir. Çünki bunlar bir-birinə bərabərdir. Kiçik deyil. Üçüncüsündə görə nə deyir? ABC üçbucağa bərabər yanı üçbucaqdır. Bəli. Yazmışam, yuxarıda şərtdə yazmışam. AC bərabərdir BC. Çünki yalnız bərabər yanı üçbucaq olanda təpədən oturacağı çəkilən hündürlük həm median, həm də tənbölən olur. Bu da kimdir? Aynur doğru deyir. Doğru deyir. Üçbucaq
bərabər yanlıdır. Elxan və Aynurun fikri doğru fikirlər oldu, amma Samirin fikri isə səhv fikir oldu. 16-cı tapşırığımızı da bitirdik. Keçək 17-ci tapşırığa. Usta evin dam örtüyünün fəsadını ABC. Bu dam örtüyü budur. Fəsadını laminat materialıyla örtmək istədim. A-dan D-yə qədər məsafəmiz bura verib bizə. ABC üçbucağının təmböləndir. Dam örtüyü təbii ki B A ilə AC bir-birinə bərabər olduğunu artıq bilirik. Verilən ölçülərə əsasən neçə kvadrat metr laminat istifadə olunur. Yəni biz həmin bu üçbucağın, düzbucaqlı, daha doğrusu üçbucaq formasında olan damın sahəsini tapmalıyıq. Bax, o şəkli çıxardıb kənarda çəkirəm. Bura A-dır, bura B-dir, bura C-dir. Və buradan bir dənə hündürlük çəkilib. Təbii ki, dam örtüyü biri digərindən kiçik olmayacaq ki, bərabər olacaq da sağ tərəf sol tərəfinə. O zaman bərabər yanı üçbucaqdır. AB, baxın, bərabər yanı üçbucaqdır. AB bərabərdir AC-yə. Bərabər yanı üçbucaqda oturacağa çəkilən hündürlük həm təmbülən, həm mediandır. Yəni BD də DC-yə bərabər olacaq. İndi baxın, əgər bu hissə 4-dürsə, bax bu hissə 4-dürsə, bu xəttlərlə ayrılıb da, düzdür, bu ona paraleldir. Bu yuxarı hissə də D-dən C-yə qədər də 4 olacaq. Bax, burada 4 olacaq. Şəklə diqqətlə baxaq. Buradan bura qədər məsafə 4-dürsə, bunun yuxarısında bu xətt var. Eynidir də, çünki burada kvadratlar, kvadrat və yaxud da deyək düzbucaqlı əmələ gəlib. Düzbucaqlı və yaxud da kvadratın qarşı tərəfləri bir-birinə bərabər olaraq, elə düzbucaqlı deyək. Düzbucaqlının qarşı tərəfləri bir-birinə bərabər olur. Çünki bu 4, bu 3,5-dirsə, artıq düzbucaqlı əmələ gəlib. Bura 4-dürsə, burada 4-dür. Median yarı böldüyünə görə tərəfi burada 4 olacaq. İndi biz haranı tapmalıyıq? A-dan D-yə qədər olan məsafəni tapmalıyıq. A-dan D-yə qədər olan məsafəni tapmaq üçün də bütün uzunluq 6-dır. 6-dan çıxaram, bax bu məsafəni, bu kiçik hissəni 3,5-i. Cavabımız eləyir 2,5 metr. Yəni, burada oldu 2,5 metr. ABC-nin sahəsini tapmaq üçün burada 2 dənə oxşar üçbucaq var. Bu oxşar üçbucaqların sahəsini tapıb 2-yə vurmaq lazımdır. Yazaq S, A, D, C bərabərdir S, A, B, D-yə. Bu da bərabərdir. Katetlər əhasinin yarısı. Katetin biri 4-dür, biri də 2,5-dir. Bölə 2-yə. Bu 2 ilə 4 ixtisar gedir. Burada 1, burada 2 qalır. 2 vurulsun 2,5 eləyəcək 5 metrin kvadratı. SABC də bərabərdir. Bu üçbucaqların sahələri cəminə, yəni SADC ilə SABD-nin cəminə. 5 üstə gəl 5. Cavabımız eləyəcək 10 metrin kvadratı. Sualda bizdən nə soruşurdu? Neçə kvadrat metr laminat lazımdır? 10 metr kvadrat laminat lazımdır. 18-ci tapşırığa keçək. Dəmir pilləkənin təsvirində kongruent bucaqlar qeyd olunub. DC bərabərdir AB olduğunu üçbucaqların hansı kongruentlik əlamətinə görə əsaslandırmaq olar? İndi baxın, bax buradakı ikinci bucaq, burada da ikinci bucaq verib. ADB bucağı, ADB bucağı, yəni ikinci bucaq olduğuna görə. Kongruentdir, burada da ikinci bucaq CBD bucağıdır. CBD bucağı. Birinci bucaq budur. ABD, işarə olunmuş bucaqdan söhbət gedir. ABD, kongruentdir bucaq. Burada da birinci bucaq CDB. Bucaq CDB-yə. Həmçinin bu iki üçbucağın, baxın, ABD ilə BCD üçbucağının bir dənə ortaq tərəfi var. BD ortaq tərəfdir. Yazıram. BD ortaq tərəfdir. Ortaq tərəfdir. Yəni, bucaq, bu da tərəf. Eynidirsə, iki bucaq bir dənə tərəf varsa, BTB əlamətinə görə üçbucaqlar oxşardır. Hansı üçbucaqlar? İndi üçbucaqları da yazaq. Üçbucaq, birinci, ikinci, üçüncünü götürək. B, D, üçüncü bucaqda A-dır. B, D, A, kongruentdir, üçbucaq. Burada birinci D, ikinci B, üçüncü də C-nə. D, B, C, həmişə sıraya diqqət edin. O zaman ikinci bucağın qarşısında duran, əgər bu üçbucaqların kongruentliyini aldıqsa, ikinci bucağın qarşısına duran DC tərəfi
Bu üç bucağı da ikinci bucağın qarşısına duran AB tərəfinə bərabər olmalıdır. O da olacaq 200 cm. Bu birinci sual. Yəni əsaslandırdıq ki, DC ilə AB bir-birinə necə konqruent oldular. İkinci suala baxaq. DB bölünsün DC. D'dən B-yə qədər məsafə buradır. Bölünsün DC. 1,5-in 1-ə nisbəti və DB bölünsün BC, bura nisbəti 2-nin 1-ə nisbətlərində olarsa, DBC üçbucağının perimetri nə qədərdir? Yazaq, DB bölünsün DC bərabərdir 1,5-in 1-ə nisbətinə. O zaman DB bərabər 1,5x olacaq. DC də bərabərdir 1x olacaq. Yəni təkcə bunu x yaza bilərik. Və DC'nin uzunluğu var. DC'nin uzunluğu 200 olduğunu tapmışam. Deməli, bura bərabər yazıram 200 cm. Gətirib bura yerinə qoyuram. 1,5-i vururam 200-ə. Yəni 15-i vururam 20-yə. Bu da eləyəcək 300 cm. Artıq DB ilə DC-ni tapmışdım. DB-nin nə olduğunu tapdıq. İndi DB bölünsün BC bərabərdir 2-nin 1-ə nisbət. Bunu x-la yox, y-la işarə eləyək, fərqlilik olsun. DB-yə deyək 2y, BC-yə deyək y. DB-ni tapdıq. DB-ni nə qədər tapdıq? 300 tapdıq. Gətirib burada yerinə qoyuram. 2y bərabərdir 300 yazıram. O zaman 2y 300-dürsə, y-i taparkən 300-ü 2-yə bölmək lazımdır. 300-ü 2-yə böləndə cavabımız eləyəcək 150. Bizdən DBC üçbucağının perimetrini soruşur. Baxın, P deməli DBC. DBC üçbucağının perimetrini tapmaq üçün DB üzərinə gəl, BC üzərinə gəl, DC-dən istifadə etməliyim. DB nə qədərdir? 300 cm yazaq sonlarına. 300 üzərinə gəl. BC nə qədər tapdım? 150. Baxın, bu sizi çaşdırmasın. 2y əgər 300-dürsə, çünki DB-ni yuxarıda tapmışam da 300. Gətirib burada 2y-in yanına 300 yazıram. Çünki artıq bunun qiyməti var. Mən təkcə y tapmaq üçün 300-ü buradakı 2-yə bölərəm ki, y-in də qiymətini 150 tapım. Üzərinə gəl. DC-ni də yuxarıda tapmışdım 200 idi. Bərabərdir. 300 və 200 toplayanda 500, 500-ün də üstünə 150 gələndə 650 santimetrə bərabər olacaq. Bu da oldu sonuncu məsələmizin, bu mövzuların sonuncu tapşırığının həlli.